Salam dəyərli izləyicilər. Bu videoda sizə Çempionlar Liqasının yeni formatı və Azərbaycan çempionu Qarabağın yeni formatda necə və hansı şəkildə çıxış edəcəyi və şansları barəsində müfəssəl məlumatlar verəcəyik. Çox aydın və sadə şəkildə izah etməklə sizi yeni formatdan tam agah etməyə çalışacağıq. Videonu bəyənib kanalımıza abunə oldunuzsa, videomuzun məlumatlar bölümünə keçid ala bilərik. Videonu bir dəfə sona qədər izləməyiniz yeni format haqqında bilgilərin olmasına kifayət edəcək. Beləliklə Qarabağın Çempionlar Liqasındakı şanslarını daha asan dəyərləndirə bilərsiniz. Bu arada fikirlərinizi də yazmağı unutmayın. UEFA Çempionlar Liqasında 32 komandadan ibarət 8 qruplu format dönəmi rəsmən sona çatdı. İştirak edən klubların sayı 32-dən 36-ya artırıldı. Ümumi oynanılacaq maç sayı da 125 yerinə 189 olacaq. Əvvəlki sistemdə 8 qrupun hər birində 4 komanda mübarizə apararkən, yeni sistemdə 36 klubun mübarizə apardığı liqa sistemi olacaq. 36 klubun mübarizə apardığı liqa formatında hər bir klub 8 maç keçirəcək. Bu maçların 4-ü evdə, 4-ü isə səfərdə baş tutacaq. Oynanılan 8 maçdan sonra liqada ilk 8-likdə yer alan komandalar 8-də 1 final mərhələsinə vəsiqə qazanacaq. Sıralamada 9-24-cü yerlərdə qərarlaşan 16 komanda isə 8-də 1 final mərhələsinə yüksəlmək üçün 2 maçdan ibarət play-off mərhələsində iştirak edəcək. 2 oyunun nəticəsinə görə qalib gələn 8 komanda 8-də 1 final mərhələsinə yüksələcək. 25-36-cı yerlərdə qərarlaşan 8 klub isə Çempionlar Liqasına birbaşa əlvida deyəcək. Liqa mərhələsindən sonraki mərhələlərdə əlinən klubların UEFA Avropa Liqasına getmə şansı olmayacaq. Yəni Avrokuboklarla birbaşa vidalaşacaq. Çempionlar Liqasına, liqa mərhələsinə birbaşa qatılacaq klublar Avropa ölkə reytinqinə əsasən təyin olunacaq. Bu qaydalara görə UEFA ölkə reytinqi siyahısında ilk 4 yeri tutan ölkələrin hər birindən 4 klub, reytinq cədvəlində 5-ci yerdə yer alan ölkədən 3 klub, reytinq cədvəlində 6-cı yerdə yer alan ölkədən 2 klub, reytinq cədvəlində 7-10-cu yerlərdə qərarlaşan hər bir ölkədən isə bir klub Çempionlar Liqasının liqa mərhələsinə birbaşa vəsiqə qazanacaq. Yəni Çempionlar Liqası 2024-2025 mövsümündə liqa mərhələsində İngiltərədən 4 klub, Manchester City, Arsenal, Liverpool və Aston Villa. İtaliyadan 4 klub, Inter, Milan, Bologna və Juventus. İspaniyadan 4 klub, Real Madrid, Barcelona, Girona və Atletico Madrid. Almaniyadan 4 klub, Bayer Leverkusen, Bayern Münhen, Stuttgart və Leipzig. Fransadan 3 klub, PSG, Monaco və Fransa çempionatının son turundakı nəticələrdən asılı olaraq ya Lille ya da Brest komandası 3-cü yerin sahibi kimi Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq. Hollandiyadan 2 klub, PSV Eindhoven və Feyenoord. Portuqaliyadan 1 klub, Sporting. Belçikadan 1 klub, Belçika çempionu olmaq şansını saxlayan Anderlecht Brügge, Union Real Sant Gallios klublarından biri. Türkiyədən 1 klub, Galatasaray və Çexiyadan 1 klub, Sparta Praga turnirə birbaşa qatılmaq hüququ əldə edə bilərlər. Gördüyünüz kimi Çempionlar Liqasının liqa mərhələsinə 25 klubun birbaşa vəsiqə qazandığı qeyd olunur. Amma bu mərhələdə ümumi 36 klubun yer alacağını demişdim. Digər 11 klub bu mərhələyə necə vəsiqə qazanacaq? Bəli, bu sualın cavabı Qarabağ azarkeşləri üçün də maraqlıdır. Çünki bu 11 komandadan biri məhz Azərbaycan çempionu ola bilər. Bu mövsümdə və bundan sonraki mövsümlərdə. Beləliklə, bu 11 komandanın necə təyin olunacağına aydınlıq gətirək. Son Avrokubok mövsümündə Çempionlar Liqası və Avropa Liqasının qalibi olmuş 2 komanda birbaşa Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanır. Bundan əlavə olaraq son mövsümdə ən yüksək əmsalı olan 2 assosiasiya Çempionlar Liqasının liqa mərhələsinə əlavə bir vəsiqə qazanır. Bu mövsüm bu göstəricilər İtaliya və Almaniya futbol assosiasiyalarına məxsusdur. Ona görə də İtaliya və Almaniya çempionatında 5-ci yeri tutan komandalar Atalanta və Borussia Dortmund Çempionlar Liqasının liqa mərhələsinə birbaşa vəsiqə qazanacaq. Digər 7 klub isə 5-i çempionlar yolu ilə, ikisi isə liqa yolu ilə play-off mərhələsindən UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmış olacaq. Azərbaycan təmsilçisi Qarabağ Futbol Klubu 1-ci təsnifat mərhələsindən başlayaraq məhz çempionlar yolu ilə liqa mərhələsinə yüksəlməyə çalışacaq. Qeyd edim ki, əvvəlki mövsümlərdə çempionluq yolu ilə 4 komanda qrup mərhələsinə vəsiqə qazanırdısa, yeni sistemdə liqa mərhələsinə 5 klub vəsiqə qazanacaq.
Bu isə Qarabağın liqa mərhələsinə yüksəlmə şanslarını bir qədər də çoxaldır. Qarabağın ikinci təsnifat mərhələsindən Çempionlar Liqasına qoşulmaq şansları da var. Bu Çempionlar Liqası 2023-2024 mövsümünün Londonda, Wembley stadionunda keçiriləcək final matçının nəticəsindən asılı olacaq. Belə ki, Real Madrid finalda qalib olması Qarabağın işinə yaraya bilər. Bu səbəbdən final günü Qarabağ azarkeşləri 15-ci dəfə Çempionlar Liqasının qalibi olmaq şansını əldə etmiş Real Madridə azarkeşlik edə bilərlər. Qarabağın yeni mövsümdə Çempionlar Liqasındakı hərəkət xəritəsi, rəqibləri və püşkatma nəticələri haqqında kanalımızda vaxtaşırı videolar paylaşırıq. Kanalımıza abunə olub bildirişləri açıq tutsanız, bütün bunlardan ən tez siz xəbərdar olacaqsınız. Siz abunə olmağınızda olun, biz isə qayıdaq mövzumuza. Qeyd etdiyimiz kimi Çempionlar Liqasının liqa mərhələsində 36 klub olacaq və bu klubların hər biri 4 ev, 4 səfər matçı olmaqla ümumi 8 fərqli komanda ilə qarşılaşacaq. Əvvəlki sistemdə isə rəqib komanda ilə 2 oyun keçirilirdi. Bəs bir klubun 8 fərqli rəqibi necə seçiləcək? Liqa mərhələsində klublar 2024 klub reytinginə görə mövqeylənəcək və 4 səbətə ayrılacaq. Reytinqdə 1-9-cu yerdə qərarlaşan klublar 1-ci səbətdə, 10-18-ci yerdə qərarlaşan klublar 2-ci səbətdə, 19-27-ci yerdə qərarlaşan klublar 3-cü səbətdə, 28-36-cı yerdə qərarlaşan klublar isə 4-cü səbətdə yer alacaq. Hər bir klub hər səbətdən 2 klub olmaqla ümumilikdə 8 klubla rəqib olacaq. Qeyd edim ki, hər bir klubla yalnız bir oyun keçiriləcək. Oyunların 4-ü evdə, 4-ü isə səfərdə baş tutacaq. Sonrakı turlar isə əvvəlki formatda davam edəcək. 8-də 1, 4-də 1 və yarım finalda oyunlar ev və səfər olmaqla 2 oyundan ibarət olacaq. Final mərhələsi isə 1 oyundan ibarət olacaq. Sizcə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Qarabağ Futbol Klubu yeni formatda keçirilən turnirdə uğurlu çıxış edə bilərmi? Fikirlərinizi şərhlər bölümündə yazın və zəhmətimizə dəyər vermək üçün videonu bəyənməyi unutmayın. Dostlarınız ilə paylaşın ki, onlar da yeni formatdan xəbərdar olsunlar. Kanala abunə olun, bildirişləri açıq tutun, çünki həm videolar vasitəsilə, həm də canlı yayımlarda bu və ya digər mövzularda ən operativ şəkildə sizə məlumatlar verəcəyik. Ekranda gördüyünüz videolardan birini seçib izləyə bilərsiniz. Bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti daha maraqlı videoda görüşmək ümidi ilə hələlik.